Atan harda işləyir? Nazirlikdə şöbə müdürü müəllim. Sen yoldaş Cəbizadənin oğlusan. Sen o kişinin adına layık qiymət almalısan. Deyəsən biraz utanırsan, hə? Öğrenirəm müəllim. Nədənsə bura gələndə hamısı yadımdan çıxır. Yaxşı, gəl belə eləyək. Nə bilirsən, onu danışıq. Buyur. Hə müəllim, ama şu patatı Varşavadır. Ay sağ ol, Varşava Polşanın paytaxtıdır. Yaxşı, asan bir sual. De görək, Azərbaycanda ən gözəl təbii göl hansıdır? Özü də Paponla mənim anadan olduğum şəhərin yaxınlığında. Hə? Gəncəni deyirsin? Ay sağ ol. Hə? Ay sağ ol. Bax gördün ki bilirsən. Amma bundan sonra dərs danışanda utanma. Hələlik sənə 4 verirəm. Biraz da çalışsan 4'ü 50'yerəm 5. Papana məndən xüsusi salam söyləməyi unutma.